Limonun həm dadı, həm ətri ilə sizi heyran qoyacaq. Əsl çay keyf etmək üçün sizə yeni dadlı reseptlə gəlir. Mikser qoşmağa ehtiyac yoxdur. Hazırlaması çox asan. 2 ədəd yumurtanın üzərinə 1 paket vanilya və 150 qram şəkər tozu əlavə edib qarışdırırıq. Qeyd etdiyim kimi mikser qoşmadan tez bazar hazırlaya biləcəyiniz piroqlardan biridir. Bu formaya gəldikdən sonra 100 ml duru yağ əlavə edirik. Bir daha yaxşı qarışdırdıqdan sonra üzərinə 150 qram qatıq əlavə edirik. Bu qarışımın üzərinə də bir bütöv limonun rəndələdiyimiz qabığını əlavə edirik. Üzərinə də bir bütöv sıxılmış limonun suyu. Yaxşıca qarışdırıb 1 paket qabartma tozu əlavə etdim. Və son olaraq 220 qram un və 1 çimdik duz əlavə edirəm. Ümumi olaraq bizə lazım olan ərzaqlar yumurta, şəkər tozu, qatıq, duru yağ, un, limon, qabartma tozu və vanilya. Hamısını bir yerdə yaxşıca qarışdırıb hazırladıqdan sonra yağlı kağızı yerləşdirdiyim formaya bu qarışımı əlavə edirəm. Sobanı 180 dərəcədə isidib bişməyə göndərirəm. Hər sobada fərqli zamanda bişdiyinə görə mən dəqiq vaxt deyə bilməyəcəm. Diş çöpün köməyi ilə tez-tez yoxlaya bilərsiniz. Və bişəndən sonra üzərini də bu cür rəngarəng bəzədikdə bu fəslin ab-havasına tam uyğun, çay saatlarınızı canlandıracaq möhtəşəm bir piroq alınır. Həm limonun o təravətli turş məzəliyini, həm də əsl çayın yanına yaraşan o doğma şirin ləzzəti hər tikəsində hiss edəcəksiniz.